Təhsil naziri həm tədris ilinin əvvəlində, həm də sonraki günlər mətbuata bir sıra çox maraqlı açıqlamaları verdi. Yeri gəlmişkən təhsil naziri həm mətbuata açıq, həm açıq fikirli və problemi olduğu kimi bütün əyər əskiyi ilə heç nəyə örtbasdır eləmədən söyləyən şəxsdir. Təəssüf ki, Təhsil Nazirliyində onun sözünü dəstəkləyəcək və yaxud da onun mövqeyini gücləndirəcək şəxslər ya yoxdur, ya da ki, onların sualları var. Biz Təhsil Nazirliyindən bura nümayəndə dəvət elədik və bir neçə nəfərlə də həm şəxsi münasibətlər zəminindən istifadə edərək, həm rəsmi mətbuat xidməti vasitəsilə. Amma söylənildi ki, studiyanızda bir qonaq var və o qonağa görə Nazirliyin əməkdaşları iştirak eləməyəcək verilişə. Əgər o boyda Nazirlik, təhsilə cavabdeh şəxslər və məsul şəxslər bir nəfərin sözündənmi, tənqidindənmi belə çəkinirlərsə, maraqlıdır. Onda bu nə məsələdir? Bu özü bir ayrıca mövzudur və biz bunu ayrıca müzakirə edəcəyik. Amma Azərbaycan Təhsil Nazirinin çıxışında belə bir fikir səsləndi ki, təhsil sahəsində, pedaqoji sahədə, müəllimlərin hazırlığı sahəsində çox böyük problemlərin olduğunu vurğulayaraq, onların verdiyi diplomların əslində belə çıxdı sözündən ki, əhəmiyyəti yoxdur. Əgər MİQ imtahanda bu ən azı suallara cavab verə bilmirsə və nəticələr doğrudan da ağırdı MİQ imtahanlarında, elementar yazılış qaydaları və s. qaydaları bilmirlər və sual onda yaranır. Azərbaycanın pedaqoji təhsili bərbad və ya iflic mi vəziyyətindədir? Və yaxud da böyük ənənəsi olan Azərbaycan pedaqoji təhsili, Pedaqoji Universitetinin özü və təbii ki, regionlarda mövcud olan pedaqoji təhsil verən digər ali təhsil müəssisələri böyük bir məktəb və hətta nümunə yeri idi. Oranın professor heyəti, oranın müəllimləri təkcə universitetin həyatında deyil, Azərbaycanın ictimai elmi həyatında kifayət qədər böyük işlər görmüş şəxsiyyətlər və adlardır. Bugün gözü yumulu Azərbaycan Pedaqoji Universitetinin ən azı bir 20 professorunun Azərbaycan elminə böyük töhfə verən və pedaqoji fəaliyyətə böyük töhfə verən 20 professorun adını demək mümkündür. Və belə bir ali məktəb doğrudanmı bu vəziyyətə düşdü və yaxud ümumiyyətlə əslində nə baş verir? Bax, bunu müzakirə eləmək istəyirik. Ceyhun Məmmədov, Milli Məclisin deputatı, İlham Əhmədov, ali təhsil məsələləri üzrə ekspert, dosent, İsrail İskəndərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti və Pərvinə Qədimova, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri. Xoş gördük hamınızı. Mən öncədən təşəkkür edirəm Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyinə və sizə şəxsən ki, dəvətimizi qəbul edib verilişə gəldiniz. Ümumiyyətlə, mən universitetin rəhbərliyini, istər rektor, istər prorektorları həm də çox yaxşı, uzun illərdir tanıdığım üçün, fəaliyyətlərindən xəbərim olduğu üçün və onların nə qədər reformaya, islahata meyilli insanlar olduğunu bildiyim üçün mən bilirdim ki, burada mütləq nümayəndə iştirak edəcək və eyni zamanda Pərvinə xanıma da təşəkkür edirəm. Çünki Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və ümumiyyətlə onların sosial mediada mən təbii ki izləyirəm. Fəaliyyəti Azərbaycan müəlliminin nüfuzunun özündən qaytarılması yaxud da belə ifadə eləməyək, əslində qaldırılması istiqamətində işlər görürsünüz və həvəsləndirici işlər də görürsünüz. Bunlara görə təşəkkür, amma bir reallıq var ki, İlham müəllim, sizə görə, ekspertlərə görə və xüsusən də ən əsas da sizə görə ad-bad söylənildi, Təhsil Nazirliyinin çox yüksək səviyyədə bir məmuru gəlmək istəmədi verilişdə. Neynəmişsiniz onlara belə çəkinirlər? Vallahi yadıma gəlmir neyləmişəm. Mən ancaq təhsilin vəziyyəti ilə əlaqəli bir təhsil mütəxəssisi kimi, müəllim kimi, deyək ki, ekspert kimi fikrimi bildirmişəm daima. Və mənim bildirdiyim fikir də əksər hallarda Nazirliyin fikrinə alternativ olub. Olsun, Ceyhun mənim də alternativ fikirləri yəni, həqiqət müxtəlif fikirlərin müzakirəsindən ortalığa çıxır. Yoxsa hər şeyi əl şala-şala, Sovyeti biz 70 il əl şala-şala gəldik, axırda dağıldı. İndi Nazirlik deyir, təhsili də əl şala-şala. Əl şalamalı bir şey yox. Nazirin özü təhsildə olan problemləri məndən kəskin deyir. Bəli. Deyir ki, təhsilimiz tərsinə qoyur. Onu məsələn mən də həmişə düşünmüşəm, amma deməyə biraz fikirləşmişəm, biraz etikadan kənar ola bilər.
Mən onu deməmişəm, bunlar məndən belə ehtiyat edirlər. Desəydim